Buna yaxşı baxın, ya hamı bilir. Bu Yahudidir, özünü Yahudi kimi göstərir. İndi bilirəm nə qədər bu Yahudi ola bilər. Baron Eldar. Посмотри хорошенько на себя. Baron Eldar. Bu da Yahudi balasıdır, bilirsiniz. Haqdan danışandır, düzgündən. Mikhail Finkel'dir. Mikhail Finkel'e bu sual verir. Bak bu baron sual verir Finkel'e. Deyir ki, erməniləri deməli dünyada bizim çox müdrik Yahudilərimiz eradan əvvəl dünyaya tanıtırıb ki, erməni xalqıdır, belə müdrik xalqdır. Yəni bizim Yahudilər deyiblər ki, erməni xalqı ən birinci, ən yaxşı, belə də. Və Holokostu tanıyıblar, Mikhail Finkel'e deyir də bunu. Nə deyə bilərsiniz? Axı onlar Holokostu tanıyıb və bizim Yahudilər onları eramızdan əvvəl deyiblər ki, nə qədər gözəl xalqdılar. Finkel cavab veribdi da buna, deyir ki, Holokostu tanımaq o demək deyir ki, ermənilər haqlı, düz millətdir, yaxşı millətdir. Holokostu tanıyıb. Amma onu deməyib ki, o Holokostu tanıyıb, yəni mən həmişə deyirəm, o dostluq eləyir və sənin yolunda vuruşur, döyüşürsə, gün gəlsin sənin başını kəssin. Bax, Mikhail Finkel onu bilmirdi. Yəni onu bilsəydi deyərdi ki, Holokost для чего они признали, чтобы день пришел, чтобы они удар нанесли нам в спину. Понял, baron? Ay baron, bildin? Bax bu qədər və mənə elə gəlir ki, baron yaddan çıxıb ki, xristianlığı birinci türklər gətirib dünyaya, xristianlıq gəlib türkdən. İkinci xristianlığı Babək xilas edibdir, türklər xilas edibdir. Xristianları Ərəb işğalından. Bu iki. Üçüncü, baron. Bunu yəqin ki, Mikhail Finkel bilir. Baron bilməlidir ki, yadından unudub ki, türklər 1000 ildir Yahudi xalqını xilas ediblər. Xristian soyqırımından. Baron, yadından çıxardıbsan. Так что, забыл, по-моему, Xristian soyqırımından Yahudiləri tutublar. Teymurdur, Babəkin özüdür, imperatorlar Süleyman Sultan, Nadir Şah, İsmail Şah, Şah Tahmasib, bax bunlar hamısı Yahudiləri xilas edib və eyni zaman Marshal Jukov da yəqin ki, Mikhail Finkel bilər. Marshal Jukov demişdi ki, Bakı olmasaydı 41-45'də qələbə olmazdı. Bu bir, qələbə də olmayanda Yahudilər olmayacaqdı. İsrail olmayacaqdı. Başa düşdünüz? Ay baron, başa düşdün? Yəni Bakı var, İsrail'də oldu, Yahudi xalqı da oldu. Olmasaydı Bakı, onu Jukov deyir ha. İndi bilmirəm, bütün Avropalılar da, bütün xalqlar da Hitlerin nəvəlisinin ayağını, sapogunu silirdilər. İndi başqa şey də demirəm. Yəni onu baron, onu biləsən. Və baronun yadından çıxardıbdır. Onu Mikhail Finkel də demədi. 33.000 mənim bildiyimə görə, 33.000 1890-dan 1950-yə 33.000 Yahudi başı kəsib erməni. Baron, bilirsən? 33.000, amma deyilənə görə 100.000-dən çox Yahudini məhv edib ermənilər. Sadəcə 33.000'dir ortada. Bunu baron sən bilməlisən. Ermənilər bax bu, Finkel də bilir. 33.000 Yahudinin başını kəsən sənin sevdiyin ermənilər olub. Hansı ki deyirsən, müdrik Yahudilər belə danışıb. Starbon belə oldu, o belə gəldi. Bəs bu 33.000'i nə əcəb unutmuşsan ki, ermənilər baş kəsib. Bax bu qədər istədim bunu çatdıram barona.